Hər insan gündə orta hesabla 2-10 dəfə yalan danışır. Bəs nə üçün biologiyamız bizi buna məcbur edir? Yalan beynin təhlükəni hiss etdikdə aktivləşdirdiyi instinktdir. Qaç, döyüş ya da gizlət. Uşaqlar 3-4 yaşında yalan danışmağı öyrənir. Çünki beynin ilk dəfə fantaziya yaratma gücü sınaqdan keçirir. İnsanlar cəmiyyətdə öz versiyasını satmaq üçün şirin yalanlar istifadə edir. Sosial maska fenomenidir bu. Bəzən ən böyük yalan başqasına yox özümüzə deyilir. Çünki həqiqət ağırdır. Güc əldə etmək istəyən beyin yalanı bir silah kimi istifadə edir. Tarixdə müharibələrin böyük bir qismi bunun üzərində qurulmuşdur. Uğurlu yalan beyni qələbə kimi stimullaşdırır. Dopamin partlaması yaranır. İnsan bəzən qəsdən yalan demir. Sadəcə yaddaş hadisəni dəyişir, beyin yenidən yazır. Həyat ağırlı olduqda beyin özünə daha xoş versiya uydurur. Psixoloji müdafiə mexanizmidir bu. Yalanın ən köklü səbəbi qorxudur. İnsanlar həqiqəti deməkdən yox, nəticədən qorxurlar. Bəziləri yalanı özünü güclü göstərmək üçün istifadə edir, zəifliklərini gizlətmək üçün, zirek kimi. Yalan danışmaq beynin daha çox sahəsini aktiv edir. Yalan söyləmək əslində çox çətindir. Bəzən insanlar öz reputasiyası üçün yox, ailə, dost və ya milləti üçün yalan danışırlar. Gərgin anda beyin ən az enerji tələb edən seçimi edir. Tez tapılmış yalan. Hər kəsin içində mənim bir gizli dünyam var hissi olur. Yalan bəzən sadəcə bu özəl dünyanı qorumaq üçündür. Instagram və TikTok dövründə insanlar özlərinin ideal versiyasını yaratmaq üçün yalanı normallaşdırırlar. Bəzi insanlar yalanı xəstəlik kimi danışır. Çünki beyin reallıqdan daha çox fantaziyanın yaratdığı stimulu sevir. Qaçan göz kontaktı, dodaq sıxması, ani gülümsəmə beynin gizlədə bilmədiyi mikro yalan reaksiyalarıdır. Yalan bir dəfə yarananda onu qorumaq üçün beyin onlarla əlavə yalan istehsal etməyə başlayır. İnsanlar yalanı pisləsə də çox vaxt onlar üçün ən böyük təhlükə həqiqətən özüdür. Yalan danışmaq təkcə zəiflik deyil, insan beyninin qorunma, uyğunlaşma və sağqalma mexanizmidir. Amma dürüstlük münasibətləri, etibarı və ruhun sakitliyini qoruyan yeganə uzun müddətli yoldur.